Deyirsiniz Əlisan bəy. Hipokratdan bəri hamı yazır bunu. Hər səhər tezdən ac qarnına bir dənə alma yesin. Deyir, heç vaxt sən otağına həkim çağırmayacaqsan. Onu yazırlar. Hamı Hipokrat yazır birinci. Sonra da bütün şeyler yazılıb hamısı. O axırıncı dəfə aforizm səndə çap elədiği. Orada seçdim, orada da saldım ora. Sonra nə yeyirsiniz günə? Bir dənə şey deyə onu eləməyəcəksən də, bilirəm eləməyəcəksən. Ona heç kim əhəmiyyət vermir, üzeyirdir, axmaq. Səhər dur, birinci, ən tez. Təmiz hava, pəncərəni aç, təmiz hava. 10 dəfə bütün içalatınla, elə belə yox, belə yox. Qarnınla, bütün qarnınla 10 dəfə nəfəs al və 9 ədədən sayıb saxla. Vəssalam. Əgər sənin Allah eləməmiş bir böyrün, ürəyin alırsa bir ara, bütün genlərin 2 trilyon insanın geni var da bədəndə, 2 trilyon. 2 trilyon da beyində var, hüceyrə 2 trilyon, beyində də 2 trilyon. O alırsan o 9 saniyəyə hamısına gedir o təmiz hava. Hamısına səhər-səhər, hamı gəldəşir. Hamı sənə dua edirlər. Çox sağ ol. Sən bizim qədrini bilirsən, biz də sənin qədrini biləcəyik. Ona görə xəstəliyin nə olduğunu bilməzsən. Dur bir dəfə çıx çöldə, nə olur? 10 dəfə, amma qarnınla ol, bütün içinlə dolu, elə belə ağzından boş nəfəs yox. Al, saxla, saxla xeyli.